Ən çox yol verdiyi səhvlər hansılardır? Kondisionerlərimizi işə salarkən çox səhvliklər edirik. Əsas səhvliklərimizdən biri odur ki, kondisionerin düzgün istifadəsini bilmirik. Düzgün istifadəsini bilmirik dedikdə ilk olaraq kondisionerin dərəcəsini yenidirik 17-yə, 16 dərəcəyə yendirib istifadə edirik. Bu əksinə bizim üçün təhlükəlidir. İşin dərəcəsi ortalama 30 dərəcə, 32 dərəcə nəzərdə olduqda içərisinin temperaturu minimum biz 8 dərəcə, 7 dərəcə fərqinə qoymalıyıq ki, insan sağlamlığı üçün də zərər olmasın. Yəni istidən 16-17 dərəcə soyuğa girdiyimiz zaman bizim sağlamlığımız üçün də zərərlidir. İkinci etdiyimiz səhvlərdən biri də budur ki, kondisioneri biz qış boyu istifadə etmirik və bunun içərisində filtr vardır. Filtr hava dövrü edən zaman üzərində yaranan tozları bizim olduğumuz ofisə və yaxud evin içinə üfürür. Yəni mütləq şəkildə biz kondisioneri işə salmadan da filtrlərini yuyub təmizləməliyik ki, ondan sonra istifadə edək. Mütəxəssislər bildirirlər ki, kondisionerlərdən düzgün istifadə edildikdə onlar yay aylarında rahatlıq yaradan vacib vasitələrdən biridir. Buna görə də yay mövsümündə sərinlik axtararkən təhlükəsizlik qaydalarını da unutmaq olmaz. Əli Novruzəliyev, Sevinc Əliyeva, Yunis Əhmədli.